Salam, hər vaxtınız xeyir. Bugün 15 fevral 2026-cı il OTK-nın keçirdiyi 9 və 10-cu siniflər üçün coğrafiya suallarını izah edərik. Gəlin 31-ci sualla başlayaq. 31-ci sualda Euler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Cənubi Avropa və Şimali Afrika regionları verilmişdir. Aralıq dəniz iqlim tipinə malikdir. Cənubi Avropanın cənubu və Afrikanın şimalı hər ikisi aralıq dəniz iqlim tipidir. Ona görə A. Yarımada və adalar üstünlük təşkil edir. Yarımada və adalar üstünlük təşkil edir. Bunu Cənubi Avropaya yaza bilərik. Cənubi Avropa əsasən yarımada və adalardır. Burada Pireney, Apenin yarımadaları, Balkan yarımadası, həmçinin Korsika, Sardiniya, Siciliya kimi adalar var. Səhra və yarım səhralar geniş yayılıb. Şimali Afrikanın xüsusilə də cənubi hissələri səhra və yarım səhradır. İnkişaf səviyyəsi daha yüksək olan ölkələr yerləşir. Bu da Cənubi Avropa regionuna aiddir. Burada olan İspaniya, İtaliya, Portuqaliya, Yunanistan kimi ölkələr inkişaf etmiş ölkələrdir. Yer kürəsində mütləq maksimum temperatur müşahidə olunub. Bu da Tropoli şəhərində, Liviyanın paytaxtı Tropoli şəhərindədir. Ona görə 1-ə B, D, 2-yə C, 3-ə A. Yəni düzgün cavab olacaq 31-ci sualda D variantı. 32-ci sualda sıxı məzsən hərəkət edən hava kütləsinin hansı məntəqələrdə daha az yağıntı vermə ehtimalı olduğunu müəyyən edin. Buradan fikir versək, hava kütləsi birinci məntəqədən daha sonra yuxarıya doğru qalxır və üçüncü mərhələdə doyma həddinə çatacaq, daha çox yağıntı verəcək. Doyma həddindən sonra hava kütləsi belə deyək, yağıntı vermə ehtimalı azalacaq. Yəni burada ən az yağıntı 4 və 5-ci məntəqə. Çünki üçüncü məntəqə soyuq olduğuna görə dağlıq yerə qalxanda soyuq olacaq və burada da hava kütləsindən yəni yağış töküləcək və o belə deyək, yağıntı yerə töküləcək. Amma 4 və 5-də artıq hava kütləsi quru hava yaradacaq. Ona görə düzgün cavab olacaq 32-ci sualda 4 və 5, yəni D variantı. Düzgün ardıcıllığın verildiyi sıraları müəyyən edin. Karpat dağları cavan dağdır, geosiqnalın 3-cü mərhələsi doğru. Ural dağları qədim dağdır, geosiqnalın 2-ci mərhələsi yox, 4-cü mərhələsi olmalı idi, ona görə 2 yanlışdır. An dağları cavan dağdır, 4-cü mərhələ yox, 3-cü mərhələ olmalıdır, bu da yanlışdır. Qafqaz cavan dağdır, 3-cü mərhələ doğrudur. Himalay qədim dağ deyil, cavan dağdır və 3-cü mərhələ olmalı idi, bu da yanlışdır. Alp dağları cavan dağdır, 3-cü mərhələ, bu da doğrudur. Düzgün cavab olacaq 1, 4, 6. Yəni 33-cü sualda düzgün cavab C variantı. 34. Verilmiş iqlim diaqramına uyğun gələn xüsusiyyətləri müəyyən edin. Verilən iqlim diaqramına əgər bir baxsaq, burada temperatur mənfiyə düşüb qış aylarında, şimal yarımkürəsinə uyğun gəlir. 623 mm yağıntı var, temperatur mənfiyə düşüb və bu mülayimin kontinental iqlim tipi olacaq. Mülayimin kontinental iqlim tipinə uyğun gəlir. Cənub yarımkürəsi üçün xarakterikdir. Xeyr, burada şimal yarımkürəsi üçün xarakterikdir. Buradan baxsaq, bu şimal yarımkürəsi üçündür. Şərqi Avropa düzənliyi mülayimin kontinentalıdır, ona görə 2 doğrudur. Bu ərazilərdə şəkər qamışı əkilir. Şəkər qamışı subekvatorial iqlim qurşağı olan ərazilərdə əkilir. Burada şəkər çuğunduru olacaqdır, ona görə 3 yanlışdır. Bu ərazilərdə şəkər çuğunduru, kətan becərilir, bəli, doğrudur. Yağıntılar əsasən ilin soyuq dövründə çox düşür. Baxsaq, burada yağıntılar, yəni ilin soyuq dövründə yox, yay aylarında, məsələn, iyun aylarında daha çox yağıntı düşüb, yəni yay ayları. Ona görə bu yanlışdır. Yay mülayim, qış isə soyuqdur. Bəli, yay mülayimdir, yəni yağıntılı və mülayim olur. Qış isə soyuq, temperatur mənfiyə düşür. Ona görə düzgün cavab olacaq 2, 4, 6, D variantı. Amerika qitəsinin sahillərini yuyan soyuq okean cərəyanları. Kanar Afrika sahilləridir, yanlışdır. Kaliforniya doğrudur. Falkland Cənubi Amerikanın sahillərini yuyur, yəni Amerika qitəsidir, bu da doğrudur. Peru da Cənubi Amerika sahillərini yuyur, bu da soyuq cərəyanı doğrudur. Musson isti cərəyanında soyuq deyil, bu da Asiyanın sahillərini yuyur, yanlışdır. Somali soyuq cərəyanı olsa da Afrika qitəsinin sahillərini yuyur. Düzgün cavab olacaq 2, 3, 4, D variantı. 36-cı sual. Ağ yataq, çıraq, parağaçay və zəllik yataqlarının müvafiq ardıcıllıqla aid olduqları faydalı qazıntılar. Ağ yataq civə yatağıdır. Bu civə olacaq. Çıraq neft yatağıdır, yəni neft yatağı. Daha sonra parağaçay molibden yatağıdır Ordubadda. Zəylik də Daşkəsəndə alinit yatağıdır. Düzgün cavab olacaq Y variantı. Civə, neft, molibden, alinit. Havanın nisbi rütubətliyin artmasına səbəb ola biləcək amillər. Havanın qalxan hərəkəti. Qalxan hərəkət zamanı yağma ehtimalı çoxalır. Biz də bilirik ki,
nisbi rütubətliyi də çoxaldıqca, artdıqca yağıntı ehtimalı da çoxalır. Bu da qalxan hərəkətlə bağlı olduğu üçün bir doğrudur. Havanın enən hərəkəti əlbəttə ki, yanlışdır. Günəşin düşmə bucağının artması, bunun heç bir aidiyyatı yoxdur. Yanlış olacaq. Əraziyə siklonun daxil olması. Bir əraziyə siklon daxil olursa, deməli, yağıntı yağma ehtimalı artır. Yəni, nisbi rütubətliyi artır. Havanın doyma həddinə yaxınlaşır. Havanın temperaturunun azalması, temperaturla nisbi rütubət təsvim tənasibdir, ona görə bu da doğrudur. Ərazidəki suxurların yaşı, bunun da heç bir aidiyyatı yoxdur. Düzgün cavab olacaq 1, 4, 5. 37-ci sualda cavab A variantı. 38. Uyğunluğu müəyyən edin. Baş Qafqazda Salavat aşırımı, Talış, Zuvand, Murovdağda da Ömər aşırımı olar. Cavab olacaq 38-də Y variantı. 39-cu sual. Xəritə sıxımda rəqəmlərlə göstərilmiş su hövzələrini müvafiq ardıcıllıqla müəyyən edin. Burada 1 Biskay körfəzidir. Biskay. 2 Tirren dənizidir. 3 İran körfəzi. 4 də ki Mərmərə dənizi ola bilər və yaxud Bosfor boğazı ola bilər. İndi burada Mərmərə dənizi olaraq göstərilib. Yəni düzgün cavabımız olacaq B variantı. 40-cı sualda A nöqtəsində atmosfer təzyiqi 715 mm civə sütunu, B nöqtəsində isə 760 mm civə sütunu. Sıxımdakı kəsmə yüksəkliyi tapın. Sıxımda göstərilən çökəklikdir. A ilə B arasında təzyiq fərqi 760-dan biz 715-i çıxarıq. 5 45 mm civə sütunu. Hər 10 metrdə 1 mm civə sütunu azalır. X metrdə də 45 mm civə sütunu olacaq. Buradan da X bərabərdir 450 metr. Deməli, A ilə B arasında 450 metr fərq var. Yəni, düzgün cavab bu sualda olacaq. A ilə B arasında 450 metr fərq var. Bizdə də kəsmə yüksəkliyi istəyir. Burada da 1, 2, 3 kəsmə yüksəkliyi var. 450-ni də 3-ə bölərik, edəcək 150 metr. Yəni, düzgün cavab olacaq B variantı. 41-ci sualda 2,5 ton dəniz suyundan alınan duzun miqdarı 95 kiloqram olarsa, suyun duzluğu neçə promillədir? Suyun duzluğu burada ton kiloqramla verilir. 1 tonda x kiloqramdır. Biz tam olaraq nə qədər olduğunu bilmirik. Və bizə deyir ki, 2,5 tondan da 95 kiloqram duz alınıb. Buradan da 2,5 x bərabərdir 95. X də buradan bərabərdir. 95-i 2,5-ə bölürük. 95 2,5-ə bölünəndə bu 38 eləyəcək. Yəni, burada 38 kiloqram duz var. Yəni, 1 tonda bizdə 38 kiloqram, yəni 38 promillə olacaq. Düzgün cavab olacaq 41-də B variantı. 42-ci sualda tektonik zonalara uyğun gələnləri müəyyən edin. Burada göstərilən tektonik zona 1 Böyük Qafqaz qalxması, 2 Kürdağ arası çökəkliyi, 3 də Kiçik Qafqaz qalxmasıdır. Sürüşməyə və parçalanmağa daha çox məruz qalır. Əlbəttə ki, Böyük Qafqaz qalxması. Ən qədim süxurlar rast gəlinmişdir. Tovuzça Əsikçə hövzəsində Sədrək qalxmasında bu Kiçik Qafqaz qalxmasına aiddir. 3-ə B. Tektonik çökmə zonasıdır. Kürdağ arası çökəkliyi 2C. Filiz faydalı qazıntılarla zəngindir. Əlbəttə ki, Kiçik Qafqaz qalxması 3D. Filizçə və Kastaq mineral yataqları mövcuddur. Bunlar Balakən və Zaqatala rayonunda, yəni Böyük Qafqaz qalxmasına düşür. 1-ə A-Y, 2C, 3B-dir. 1-ə A-Y, 2C, 3B-dir. Yəni 42-ci sualda düzgün cavabımız olacaq D variantı. 43-cü sualda sahilləri 3 okeanın dəniz suları ilə yuyulan materiklər. Cənubi Amerikanın sahillərində 2 okean var, Sakit və Atlantik okean. Afrika sahillərində də 2 okean, Atlantik və Hind okeanı variantı olmaz. Avstraliya sahillərində 2 okean var, Sakit və Hind okean. Cənubi Amerikada olmazdı. C variantında Antarktidanın həm Sakit, həm Atlantik, həm Hind okeanı doğrudur. Şimali Amerikada da şimalında şimal buzlu, qərbi Sakit, şərqi də Atlantik okeanı düzgün cavab olacaq C variantı. 44-cü sual. Azərbaycanda külək eroziyasının ən çox yayıldığı ərazi və həmin ərazinin yerli küləkləri Abşeron, Qobustan, Xəzri Gila var. Ən düzgün cavab elə A variantı olacaq. Yerli küləklərimizdir. Xəzri Gila var, Abşeron, Qobustan. Böyük Qafqazın cənubi yamacı Fön, Briz olmaz. Samırda və Çuvalıq Xəzri olmaz. Xəzri Abşeron, Qobustandadır. Lənkəran ovalı Qarayel olmaz. Musson olmaz əlbəttə ki. Acınorda Gilavar olmaz. Düzgün cavab variantı. Ekvator üzərində aralarında vaxt fərqi 24 dəqiqə olan iki məntəqəni xəritədə 33,3 cm-lik məsafə ayırır. Bu xəritənin miqyasını tapın. Biz əvvəlcə
ekvator üzərində olan bu, yəni bizdə belə deyək, xəritədəki məsafə verilib 33,3 santimetrdir. Miqyas soruşulur. Deməli biz həqiqi məsafəni tapmalıyıq. Həqiqi məsafəni də buradan zaman fərqindən onu kilometrə çevirməli. Əvvəlcə deyək ki, 1 dərəcəmiz 4 dəqiqədir. Arada da 24 dəqiqə fərq var. Deməli bunu dərəcəyə çevirsə x dərəcə 24 dəqiqə. Bu da eləyəcək x bərabərdir 6 dərəcə. Deməli arada 6 dərəcə fərq var. Ekvator üzərində də 1 dərəcəmiz 111 kilometr olduğu üçün 6 dərəcəmiz olacaq. 6-nı vuraraq 111-ə bu eləyəcək 666 kilometr. 6 vur 111 666 kilometr. Bizdən də miqyası istəyir. Tənasıb qursaya 1 santimetrdə x kilometr olacaq. 33,3 santimetrdə isə 666 kilometr olacaq. Buradan da tənasübü həll eləsək, 666-nı bölərik 33,3-ə, bu da eləyəcək 20 kilometr. 1 santimetrdə 20 kilometr, yəni düzgün cavabımız olacaq 45-ci sualda C variantı. 46. Orta düzlüğünə daha yüksək olan su hövzələri, biz bildiyimiz kimi orta düzlük ən çox tropik enliklərdə və ekvatorial enliklərdə olur. A-da Qvineya körfəzi, Baltik dənizi qütbə yaxın ərazidədir. Ona görə A variantı yanlışdır. Yəni mülayim enliklərdir. Karib dənizi olar, Şimal dənizi, bu da daha şimaldadır. Ona görə Şimal dənizi daha şimaldadır, olmaz. Xəzər dənizi olar, Ərəbistan dənizi olar. Qara dəniz. Qara dəniz də mülayim enliklərdə, düzlük aşağıda, amma yenə də bunu saxlayaq. D-də Qara dəniz, Ağ dəniz olmaz. Ağ dəniz çox şimalda, düzlük aşağıdır. Karib dənizi, Ölü dəniz qırmızıdır. Ən uyğun cavab Y variantı. Çünki Karib dənizi tropik enliklərdə, Ölü dəniz tropik enliklərdə ən çox düzlüğün olduğu yerlərdən biridir. Zaten Qırmızı dənizdə okeanda ən çox düzlüğün olduğu ərazidir 42 promilli. Ona görə düzgün cavab Y variantı olacaq. 47. Seismik cəhətdən daha fəal olan düzənliklər müəyyən edilir. Yəni geosiqnalda yerləşən düzənliklər. Amazon qədim platformadır. Böyük Çin düzənliyi qədim platformadır. Kür-Araz ovalığı geosiqnaldır. Meksika yaylası geosiqnaldır. Qərbi Sibir ovalığı cavan platformadır. İran yaylası geosiqnaldır. Düzgün cavab olacaq 3, 4, 6 A variantı. Buxarlanma qabiliyyəti ilə buxarlanma arasındakı kəskin fərqin olduğu əraziləri müəyyən edin. Bir ərazidə buxarlanma qabiliyyəti ilə belə deyək, Azərbaycanda, respublikamızda buxarlanma qabiliyyətinin ən çox olduğu ərazilər yarımsəhra iqlimində olan ərazilərdir. Buxarlanma isə ən çox dağlıq ərazilərdə olur. Lakin bizim ölkəmizdə düzənlik, yəni yarımsəhra iqlimi olan ərazilərdə buxarlanma qabiliyyəti həddən artıq çox, buxarlanma isə həddən artıq azdır. Yəni aradakı fərq də daha çoxdur. Burada da yarımsəhra iqlimində olan ərazilər 1, 2 və 7 olacaq. C variantı. Yəni ən uyğun cavab 48-də C variantı. Yəni zaten biz bunu həmişə yadda saxlayaq ki, buxarlanma qabiliyyəti ilə buxarlanma arasındakı fərqin ən çox olduğu ərazilər səhra, yarımsəhra iqliminə uyğun olan ərazilərdədir. 49-da 20 dərəcə temperaturda 1 metr kub havanın nisbi rütubətliliyi 30%-dir. Havanın nisbi rütubəti 2,5 dəfə artdıqdan sonra havanın mütləq rütubətliyini müəyyən edin. Nəzərə alın ki, 20 dərəcədə 1 metr kub havada doyması üçün 17 qram su buxarı lazımdır. Deməli, bizdə 1 metr kub hava üçün 17 qram su buxarı lazımdır. 17 qram da 100%-dir. Biz hal-hazırda olan havada nə qədər su buxarı var, bunu tapa bilərik. Deməli, x qramımız olacaq 30%. Çünki havada hal-hazırda nisbi rütubət 30%-dir. Buradan da 30-u 17-yə vurub, 30-u vuraq 17, bölək 100-ə, bu da eləcək 5,1 qram. Və bizdə də deyir ki, yəni havada hal-hazırda 5,1 qram buxar var. Deyir ki, bu nisbi rütubəti 2,5 dəfə artdırdıqdan sonra. Yəni nisbi rütubət 30%-dir. Bunu indi gəlin biz 2,5 dəfə artıraq. 2,5, yəni 30-u 2,5 dəfə artırdıqda bu eləcək 75%. Deməli biz 17 qram 100%, x qram 75% olacaq. Buradan da 75-i 17-yə vurub 100-ə bölməliyik. Belə deyək, 75 vurulsun 17. 75-i biz 17-yə vuraq və 100-ə bölək. Bu da eləcək 12,75 qram. Deməli, havada elə 12,75 qram su buxarı olacaq.
A variantı. Burada heç bu bizə lazım deyildi. Yəni bu hissə havadakı hal-hazırda su buxarını tapdıq 5,1 qram. Heç o bizə lazım deyildi. Cavab elə olacaq 49-da A variantı. 50-ci sualda xəritə sıxımında musson küləklərinin təsiri göstərdiyi ərazilər. Musson küləkləri cənub-şərqi Asiya ərazilərində olur. 4, 7 və həmçinin 1-də ola bilər. Florida yarımadası, Atlantik sahili ovalıq. 1, 4, 7. Ən düzgün cavabımız olacaq 50-ci sualda C variantı. 51-ci sual. Xəritə sıxımında rəqəmlərə əsasən vulkanik süxurların yayıldığı əraziləri müəyyən edin. Bildiyimiz kimi, Respublikamızda 3-cü dövrün vulkanik süxurları Talış dağları ilə Zəngəzur silsiləsindədir. Ona görə 1 və 2 doğru olar. 4-cü dövrün vulkanik süxurları isə Qarabağ vulkanik yaylasındadır, yəni 5. Düzgün cavab olacaq 51-ci sualda Y variantı. 52-ci sual. Qarabağ vulkanik yaylasının ən hündür zirvəsi əlbəttə ki, Dəli dağdır, 3616 metr. Burada Bazardüzü Baş-Qafqaz silsiləsi 4466, Camışdağ 3724 Murov dağdır, Kömürgöy 2493 Talış dağlarındandır, Qapıcıq da Zəngəzur silsiləsindədir 3904, yəni Dəli dağ, Qarabağ vulkanik yayləsi 3616. Çay və göl şəbəkəsinin sıx olduğu rütubətlənmə əmsalı göstəriciləri. Əgər bir ərazidə çay və göl şəbəkəsi sıxdırsa, deməli ərazi rütubətli iqlimə malikdir. Yəni yağıntının miqdarı, rütubətlənmə əmsalı bərabərdir yağıntı bölünsün buxarlanma qabiliyyəti. Yəni yağıntının miqdarı buxarlanma qabiliyyətindən çox olmalıdır. 53-də də baxsa, 1-də rütubətlənmə əmsalı aşağıdır, 2 olar, yüksəkdir 1-dən yuxarıdır, 3 olmaz, səhradır, 5 olar, 2, 5, 4 də olar. 2, 4, 5. Düzdür. Burada 4-də də ekvatorial iqlimdir. 2, 4, 5. 6-da rütubətlənmə əmsalı aşağıdır. Düzgün cavabımız olacaq 2, 4, 5. Azərbaycanda arid denudasiyanın daha çox xarakterik olduğu ərazilər müəyyən edilir. Respublikamızda arid denudasiyon relyef Qobustan alçaq dağlığında, Ceyrançıl alçaq dağlığında və Naxçıvan alçaq orta dağlığındadır. Yəni düzgün cavabımız 54-də olacaq 1, 4, 5. Səthin albedosunun daha yüksək olduğu adaları seçin. Albedo yəni əks olunma qabiliyyəti. Əks olunma da ən çox buzlaq qatlarda olur. Yəni buz olan ərazilər, soyuq iqlimdə qütb işıqlanma qucağında yerləşən adalar və yaxud ərazilər, yarımadalar albedo daha yüksəkdir. Burada Ellesmere adası Şimali Amerikanın şimalındadır, qütb işıqlanma qurşağındadır. Spitsbergen Norveçindir, Avropanın şimalındadır. Onlar Baffin torpağı, bu da şimalda Kanadanındır, bu da həm qütb işıqlanma qurşağına düşür, həm də mülayim işıqlanma qurşağına. Lakin albedo yüksəkdə buzlaq olan yerdir. Ona görə düzgün cavab olacaq 1, 3, 5. Pirallah olmaz, havaya olmaz, Yavada olmaz. Dağın ətəyi ilə zirvəsi arasında 15 dərəcə temperatur fərqi varsa, nisbi hündürlüyü müəyyən edin. Əlbəttə ki, bu da rahatdır. 1000 metrə temperatur 6 dərəcə azalır. Biz tapaq ki, x metrə nə qədər azalacaq? Yəni, belə deyək, 15 dərəcə. Buradan da x 15-i bölərik 6-ya 2500 metr. Deməli, dağın hündürlük fərqi 2500-dür. Yəni, 2500 metrdə temperatur 15 dərəcə fərq eləyir. Yəni, ətəklə zirvə arasında. 57-ci sual, uyğunluğu müəyyən edin. Okean və dənizlər verilib. Karib dənizi Atlantik okeanındır. Andaman dənizi Hind okeanındır. Qırmızı dəniz, bu da Hind okeanındır. Aralıq dənizi Atlantik okeanına aiddir. Beaufort dənizi də Şimali Amerikanın şimalında, Şimal buzlu okeana aiddir. 1A-D, 2B-C, 3E. Situasiyada deyir ki, ən soyuq materikin ətrafında dövrə vuran A okean cərəyanı eyni adlı daimi küləklərin təsiri ilə yaranır. Bu cərəyan enlik istiqamətdə hərəkət edərək okeanlar arasında su maddəsinin yaranmasında da böyük rol oynayır. Sözü gedən A okeanının, yəni A okeanı deyir, dünyanın ən soyuq materiki ətrafında. Dünyanın ən soyuq materiki Antarktidadır. Dövrə vuran A okean cərəyanı, Antarktida ətrafında dövrə vuran cərəyan qərb küləkləri cərəyanıdır. Qərb küləkləri. Həmin cərəyanın temperatur şəraitinə görə növü soyuq cərəyandır. Həm də qeyd edək ki, qərb küləkləri cərəyanı yeganə soyuq cərəyandır ki, 3 okeanda var. Yəni, həm Atlantik, həm Sakit, həm Hind okeanında var. 59. Sözü gedən A okean cərəyanının hansı materiklərin cənub hissələrinin təsir göstərir? Əlbəttə ki, burada Cənubi Amerika, Afrika və yaza bilərik biz bundan başqa Avstraliya. Belə deyək ki, qərb küləkləri cərəyanının Cənubi Amerikada olan qollarına biz deyə bilərik Falkland və
Perunu, Afrikada qoluna Bengeli, Avstraliyada Qərbi Avstraliya qolunu deyə bilərik. Sözü gedən A okean cərəyanı hansı okeanlar arasında su mübadiləsi yaradır? Dediyimiz 3 okean: Sakit, Atlantik və Hind okeanı. Yəni bu hər 3 okean arasında su mübadiləsinə malikdir. Yəni bunlar arasında əlaqə yaradır. Qeyd eləyək ki, bu yəni yeganə soyuq cərəyandır. Bir də yeganə isti cərəyan Cənub Passatlarıdır ki, 3 okeanın üçündə də var. Yəni həm Sakit, həm Atlantik, həm də Hind okeanında mövcuddur.